Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bu gün ayın 30-u Təhsil Nazirliyinin sertifikasiya üzrə paylaşdığı sınavın izahını verəcəm. Sınava keçməmişdən əvvəl qeyd edeyim ki, ayın 1-dən başlayaraq imtahana qədər həm MİQ, həm də sertifikasiya üzrə həftədə 5-6 dəfə olmaqla sınaqlar təşkil olunur. Əlaqə nömrəsi qeyd edəcəm. Sınaq qrupuna qoşulmaq üçün WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Birinci sualda proqramın icrası zamanı girişə ardıcıl olaraq 6 və 3 ədədləri daxil edilərsə, çıxışa verilən nəticəni müəyyən edin. Klaviaturadan daxil etmə inputdur və 6-3 daxil olub. Input sətr tipində daxil edir. Amma int həmin sətr tipində olan ədədi çevirir mətn tipinə. Deməli, əvvəlcə 6 daxil olunub, daha sonra isə 3 daxil olunub. Və yazılır ki, A vurulsun 3, bölünsün 3. Burada birinci ilk olaraq vurma, yəni qüvvəti hesabladıktan sonra yazılıb A vurulsun 3, yəni 6 vurulsun 3 əməllər ardıcıllığına diqqət etməliyik. Bölünsün 3-ün kvadratı. Yəni 6-nı 3-ə vurub 3-ə bölmürük. Biz axı əvvəlcə məsələn tutaq yazılıb 6 bölünsün 3 kvadratı. Burada birinci üçün kvadratını hesablayıb sonra 6 bölək yazırıq riyaziyyat əsasına. Eyni hesablama burada da o cürdür, fərqi yoxdur. 3-ün kvadratı qüvvəti hesablayırıq 9, üstə gəl 12 və çıxılsın B. B-nin qiyməti də 3-dür. Çıxılsın 3. Burada birinci yenə vurma, sonra bölmə, sonra toplama, çıxma. Bərabərdir. 6 dəfə 3 18. 18-i 9-a böləndə alınır 2,0. Baxın, o 2-ni unutmayın. Çünki bir xəttdə əgər 18 tam bölünsün 9 olsaydı, o zaman cavab 2 olardı. Amma bu cür bölmə bunu, yəni tam bölməni istəmir. Və float həqiqi tipdə nəticə alınır. Və burada cavab 2 alınırsa, onun kəsr hissəsində 0 deyə göstəririk. Bu oldu 2,0. Üstə gəl 12 çıxılsın 3. 2 ilə 12 eləyir 14. 14-dən də 3 çıxanda alınır 11,0. Baxın, 2 variant var. Bölməyə diqqət edirik. Əgər bu cür bölmədirsə, yaxud kökaltı ifadədirsə, onda onun kəsr hissəsini də hesablamalıyıq. Kəsr hissəsi də göstərilir. Olur 2,0 və 12 3-ü toplayanda alınır 11,0. Cavab olur A variantı. Tam bölmə olsaydı cavab C variantı olardı. Biri oldu A variantı. İkinci, elektron hökumət daxilində münasibətlərin modelləri. Burada elektron hökumət daxilində dövlət və dövlətin qolları arasında var. C2G yazılır. Government, yəni dövlət qulluqçular arasında olan münasibət. Daha sonra dövlət və biznes arasında, biznes elə B hərfi ilə göstərir. Bir də dövlət və vətəndaşlar arasında olan əlaqədir. Olur 3 cür model var. C2C, G2C, deməli A deyə bir şey yoxdur, H yoxdur. Olur D variantı uyğun gəlir deyəsən. Bəli, cavab olur D variantı. Dövlət və dövlətin qolları arasında, yəni dövlət qulluqçuları və s. Dövlət və bizneslə bağlı, bir də dövlət və vətəndaşlar arasında. Oldu cavab D variantı. Əzbər bir sual idi. Üçüncü sualda hər hansı bir məsələnin həlli alqoritmdə müəyyən addımlardan sonra axtarılan nəticə alınmalıdır. Baxın, elə burada cavabı bizə deyir. Nəticə alınırsa, deməli nəticəlilik xassəsidir. Diskretlik xassəsi bu addımların sonudur. Bir addım bitir, keçirik digər addıma, artıq burada diskretlikdir. Kütləvli məsələ hər kəs üçün, yəni elə məsələ tərtib olunmalıdır ki, hamı ondan istifadə edə bilsin və bir də deməli bir məsələ üçün deyilən qayda həmin tipdə olan bütün məsələlərin şərti üçün ödənsin. Həlli üçün ödənsin həmin alqoritm. Müəyyənlikdə digər bir adı determinlikdir. Baxın, ikisi də eyni xassədir. Müəyyənliyin ikinci adı determinlikdir. Bunlar da addımlar, alqoritm dəqiq, aydın, bir mənalı olmalıdır. Belə bir tərif verilir. Burada nəticə alınmasıdırsa sonda axtarılan, yəni addımlardan sonra ən sonda nəticə alınırsa nəticəlilik xassəsidir. Dördüncü sualda Unicode əlifbasında kodlaşdırılmış süni intellekt informasiya ifadəsinin informasiya həcmini
Bitlə hesablamalıyıq. Unicode'da bir simvol yaddaşda 2 bayt yer tutur. Bit istəyirsə 16 bitlə hesablayın. Dırnaq işarələri nəzərə alınmır, qeyd olunub. Dırnaqlar çıxanda boşluq da daxil olmaqla sayırıq. Süni sözündə 4, boşluq 5, sonra 8, 10, 12, 14 simvol var. Deməli, simvol bərabərdir 14. Dırnaqdan başqa dırnaq içərisində durğu işarələri, rəqəm, boşluq, hərf, bunların hər biri sayılmalıdır. Və həcmin tapılma düsturu var. Simvol vurulsun, ibit düsturu. Simvolun qiyməti 14-dür. İdəki 2 bayta bərabərdir. Alınır 28 bayt. Və sonda bitirən istəyir. Baxın, cavabda 28 də var. Bitirən istədiyi üçün 8-ə vurub bitə çevirir. 4, 6, 8 və 2, 16, 22. 224 bitə bərabərdir. Cavab olur B variantı. Daha sonra sadə bir sual idi. Daha sonra uyğunluğu müəyyən edin. Burada deməli table cədvəl yaratmaq üçündür. Bordiyada onun kənar xəttlərini göstərir, çərçivəni bildirir. Deməli, bu cədvəl çərçivəsinin qalınlığını təyin edir. Burada 1 piksel göstərir. Biri olur D variantı. 2-yə image search. Bunlar yanaşı işlənməlidir və bağlanan tagi yoxdur. Image-də şəkil əlavə etmək üçün istifadə olunur. Hansı variantı? HTML sənədinə baxın, qrafik fayl əlavə etmək üçün istifadə olunur. 2-yə olur C. 3-ə də A hərfdə link yerləşdirmək üçündür. Yəni istinadlar üçündür. İstinad yaradır. A hərf və sonda da slash ilə də bağlanmalıdır. 3-ə olur A variantı. Abzası sənədin sağ tərəfinə düzləndirir. Sağ tərəfə düzləndirmə aligned-dir. Sağ tərəfdə yazılanda right yazılmalıdır yanında da. Nömrələnmiş siyahı yaradan all tag-idir, nişanlanmış siyahı all tag-idir, izahlı siyahı isə DL taglərinin içərisində yazılır. Bunlara uyğun heç bir variant yoxdur. Olur 1-ə D, 2-yə C, 3-ə A. D, C, A. Hansı variantdadır? C variantında baxın. 1-ə D, 2-yə C, 3-ə də A. Daha sonra 6-cı sual. Rəng dərinliyi 7 bit olan palitrada rəng çalarlarının maksimal sayını tapın. Rəng çalarını. Rəng dərinliyi i-nin qiyməti də 7 bitdir. Rəng çaları isə e-nin qiyməti. Hartley düsturuna görə 2 üstü i düsturunda hesablamalıyıq. 2 üstü i, yəni 2 üstü 7, bu da alınır 128. Cavab olur Y variantı. Sadə, çox sadə bir sual. Daha sonra 7-ci sual. Proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq? Burada deməli dövrün gövdəsi əvvəl hesablayaq. A-nın qiyməti A4-dür. 4 kiçikdirmi K böl 2. 18-i 2-yə böləndə tam hissə 9-dur. Və S bərabər S-in üzərinə A. S 0, A da 4. Toplayanda olur 4. K-nı da bir vahid artırırıq. 18 idi, olur 19. A bərabərdir. A-nı 2-yə vurub 1 çıxırıq. 4-ü 2-yə vurub 1 çıxanda alınır 7. Təkrar bir də dövrə qayıdır. A, yəni 7, demək bu birinci dövr oldu. İkinci dəfə 7 kiçikdirmi? 7 kiçikdir K bölü 2. K da 19'dur. 19'u 2'ye böləndə tam isə 9 tam düşür. Kiçikdirmi? Bu şərt doğrudur. S bərabər S-in üzərinə A əlavə edirik. S 4'dür. A-dakı 7'dir. Toplayanda alınır 11. Və K bərabər K plus 1. 19 idi. Üstə 1 gəlində alınır 20. A bərabər A-nı 2'yə vurub 1 çıxır. A-nın qiyməti 7. 7-ni 2'yə vurub 1 çıxanda alınır 13. Təkrar bir də dövrə qayıdır. A, yəni 13 kiçikdirmi K böl 2-dən. K-nın qiyməti 20. 20-ni də 2'yə böləndə 10. Hər dəfə yeni qiymət yazılır. Artıq bu şərtdə yox deyir. Ödəmir. Ödəməyəndə print S və A-nı çap et. S-in son qiyməti 11-dir. A-nın son qiyməti isə 13-dür. 11 və 13 çap olunacaq. Amma bizdən dövrün gövdəsi neçə dəfə icra olunacaq? Dövrün gövdəsi dövrün içərisində təkrar hesabladığımız hissədir. Deməli, 1 dəfə və 2 dəfə. Dövrün gövdəsi 2 dəfə icra olunur. Cavab olur B variantı. 8-ci sualda deməli qrafa aid sualdır. A və F məntəqələri arasında ən qısa bir dəqiqə, ən qısa yolun uzunluğunu tapın. Bu tip suallarda müəllimlər deməli qrafı qurmaqla daha tez tapa bilərik ya da variantlarla
Cədvəl üzərində işləməklə də tapmaq olar. Deməli, A-dan B və C-yə yol var. Deməli, A təpəsindən B-yə 5-dir, C-yə isə 7-dir. Daha sonra B-dən A-ya çəkilib deyə də təkrar çəkmirik. B-dən C-yə yoldur. B-dən C-yə 7-dir. B-dən D-yə 4-dür. Bir də B-dən E-yə yol var. E-yə yol var. E-yə də çəkirik. B-dən E-yə 8. Daha sonra C-dən A-ya çəkilib, C-dən B-yə çəkilib, bir də C-dən E-yə yol var 5-dir. Bunu göstərir 5. Daha sonra D-dən B-yə yol çəkilib, bir də D-dən E-yə yol var 2-dir. E-dən B-yə, C-yə və D-yə hər üçünü seçdim. Bir də əlavə olaraq F-ə də yol var. E-dən də F-ə yol seçirik 1. Belə qrafını qurduq. Daha sonra A və B arasında ən qısa yol. A təpəsi burada, F təpəsi burada. Buradan bura gedəcək ən qısa yolu axtarır. Ən qısa yol məsələn 7-dən A-dan C-yə 7, sonra E-yə 5, üstə də 1 gəlirik. 7, 5, 1 eləyir 13. Amma baxırıq ki, variantda 13-dən kiçiklər də var. Onda təkrar 1 də baxaq, yəni diqqətli olaq. Görə bundan daha qısası varmı? Məsələn, kiçik rəqəmlərlə başlasaq 5, 5-dən bura 4, 9 elədi. 9-dan bura 2, 11, 11-dən də 1 olur 12. Deməli, 13-dən kiçik 12-ni tapdıq. Daha sonra 12-dən kiçik 10 var və 9 var. Müxtəlif yolları yenə yoxlamalıyıq ki, ola bilər gözümüzdən yayınar. Məsələn, 5-ə gəlib, 5-dən 8-ə getsə, burada 4, 2, 6 idi, daha qısa idi. 5-dən B-yə, B-dən C-yə, E-yə, bu da uzun çəkir. Elə ən qısa yol olur 12-də. 12-dən kiçik yol yoxdur. Burada qrafda gördüyümüz ən kiçik ədədlər bunlardır. O birilər 7, 8, 5-dir. Elə ən kiçik ədədlər ardıcıllığını A-dan B-yə, B-dən D-yə, D-dən E-yə, E-dən də F-ə toplayanda alınır 12. Deməli, ən qısa yolun uzunluğu 12-dir. Altıloqo proqramlaşdırma mühitində düzgün 9 bucaqlı fiqur çəkmək üçün nöqtələrin yerinə hansı nöqtələrin yerinə uyğun olan olaraq nə yazılmalıdır? Düzgün 9 bucaqlı çəkirsə, demək ki, bir hərəkəti 9 dəfə təkrarlayacaq. Və dönmə bucağını necə seçirdik? Təkrarlanma sayını dönmə bucağına vurduqda düzgün bir fiqur alması üçün 360-a bərabər olmalıdır. 9-u burada x deyə x-ə vuranda alınmalıdır 360. Yəni dönmə bucağını tapanda tam bir dövrə dərəcəsini 360-a bölürük 9-a alınır 40. Deməli, sola dönməsi 40-dır, təkrarlanması isə 9-dur. Bizdən uyğun olaraq nöqtələrin yerinə nə yazılacaq? Birinci 9, daha sonra isə 40. Baxın, 9, 40. 49 da var. Amma uyğun olaraq deyirsə, yəni birinci gələn nədirsə onu birinci yazırıq, ikinci gələndə ikinci yazırıq. Cavab olur C variantı. 10-cu sualda deməli Python-a aid bir sual. For-da dövrlərə baxaq. Len A yazılıb. Biraz yaxınlaşdırım. Deməli, for dövrü göstərir. For in range 0-dan len A-ya. A-da da 2, 4, 5 element var. Yəni, bu hissənin qiyməti olur 5. Və i dəyişənin 0-dan 5-i ala bilmir, 0-dan 4-ə qədər davam edir. Özdə 2 addımı ilə. Demək, i qiymət alır 0-ı. 2 addımı ilə olur 2, sonra 4 olur da 6 yaza bilməliyik. Çünki 5-i belə götürə bilmir. Son hədd verilib. 3 qiymət var, 3 dəfə dövr etməlidir. i-nin 0 qiyməti ilə daxil olduqda B-də, B-yə insert, baxın B-yə əlavə et, insert. Insertdə siyahı tipi ilə işləyir. i-ni ininci yerə, yəni i də 0-dır. A-i vurulsun 2. Yəni A i də 0-dır. A0 vurulsun 2. Bəs 0-cı A0 neçədir? Nömrələyirik 0, 1, 2, 3, 4. A-da 0-cı element 12-dir. 12-ni 2-yə vuranda 24 alınır. Demək, qeyd edir B-yə əlavə et 0-cı yerə 24-dür. B-nin içərisi boşdur. Baxın, B-nin içərisində heç nə yoxdur. İndi elə etməliyik ki, 24 əlavə olsun həmin 0-cı yerə. 24. Baxın, bunun nömrəsi həqiqətən 0 oldu. 0-cı yerə 24 əlavə etdik. 0 nömrəli elementdə.
Və burada müəllimlər təkrar dövrə qayıtmağı unutmayaq. Bu B və print forla eyni sıradadır. Ona görə dövr bitəndən sonra baxmalıyıq sərbəstə. Daha sonra i-nin 2 qiyməti ilə təkrar 1 də daxil olur. B-yə əlavə et, B nöqtə insert, B-yə əlavə et. İninci yerə, yəni ikinci yerə A, i, i-də 2-dir. A2 vurulsun 2. Bərabərdir. B-yə əlavə et ikinci mövqeyə A2-nin qiyməti A2-də A2-də dayanan 5-dir. 5-i 2-yə vuranda alınır 10. Deməli, B-yə əlavə et ikinci mövqeyə 10-u. Onda deməli bir dəqiqə B-yə 20-ci yerə. Bu dəfə 10 əlavə eləyəcək. B-də də B-də ikinci nömrəli yoxdur. Nömrəsi 2 olan element yoxdur. O zaman bu bir dəqiqə elə bir nəysə gözdən qaçırdım deyəsən. B-yə əlavə et, düzdür də ikinci yerə i-də 2-dir. Bəli, ikinci yerə daxil eləyəcək 24, 10-u. Burada da 2 olmadığı üçün əvvələ əlavə eləyəcək bir dəqiqə. Buranı düzəldim. Deməli, bayaq 0-cı yerə 24 yazmışdıq. İndi 10-cu yerə yox, düz yazmışım. Bir dəqiqə. 24 sıfırdadır. İndi ikinci yerə 10 əlavə eləyəcək. Yəni, burada bir 10 ədədi duracaq. Amma ikinci qiyməti yoxdur. Ona görə. Deməli, B-yə əlavə etdi 10-u. B-yə əlavə etdi 10-u. Nömrəsi 2 olan yoxdur. O zaman nömrəsi 1 olan hissəyə əlavə edir. Və sonra təzədən dövrə 1 də qayıdır. I-nin 4 qiyməti ilə i bərabər 4 olanda burada da eyni həmin bu şəkildə alınacaq. B-yə əlavə et, insert. 4-cü yerə A4-ün 2 misli. A-da 4-cü element 44-dür. 2 misli eləyir 88. B-də 4-cü mövqeyə 88. Axı 4-cü nömrə yoxdur. O zaman elə sonuna əlavə eləyəcək 88-ə. Və burada məmnun. Dövr bitdi. 3 dəfə dövr idi. Dövr bitdi. Dövrdən çıxandan sonra B-yə B nöqtə sort. Sort da sıralamadır. B-ni azdan çoxa doğru sıralayır. B bərabər ən kiçiyi olur 10, sonra olur 24, daha sonra isə 88 alınır. Və print B-ni çap et, yəni bu qiymət çap olunur. Cavab olur A variantı. Yəni, əlavə edəcəyimiz ədədlər 24, 10 və 88-dir. Və sonda da sort da azdan çoxa doğru həmin sıranı yerinə yetirir. Cavab olur A variantı. Daha sonra 11-də alqoritma aid cəminin hesablanması üçün verilmiş blok sxemdə işarələrin yerinə uyğun olaraq yazılacaq ədədləri müəyyən edin. Deməli, burada daxil edəcəyimiz ədədlər cəmin qiyməti 1-in kvadratı, 2-nin kvadratı və s. davam edir. 1-dən 30-a qədər. Aha. Deməli, hər dəfə qiymətlərin kvadratı var. Bir dəqiqə gəlin bunu digər tərəfə atım orada. Variantlar üzərindən təhlil edək. Deməli, burada E-nin qiyməti 0-dan başlayır, 0,30-dan kiçikdirmiş şərti hə deyil. Və burada E-nin qiyməti bir-bir artmalıdır. Çünki dövr bitməyi var. E-nin qiyməti 0. 0 kiçikdir 30-dan şərti hə deyirik. Amma burada ilk olaraq 1-in kvadratından başlayıb. Demək ki, E-nin qiyməti bir vahid artmalıdır. Və burada müəllimlər sonda S-i çap edib. Deməli, S cəmləməni yerinə yetirir. Baxın, burada ədədlərin kvadratlarının cəmi tapılır. Deməli, N-in qiyməti 0-dır. 0,30-dan kiçikdir. Hə, indi biz 1-dən başladığımız üçün onda N-i bir vahid artıraq. N bərabər N plus 1.
bura qeyd edirik. M bərabər M plus 1. Yəni N'in qiyməti 0-dır, dəyişib 1 olacaq. Daha sonra bu şərtdə cəmləmə, deməli ədədi kvadrata, 1-i kvadrata yüksəltməlidir. 1-in kvadratı. Bəs 1 nəyin qiymətidir? 1 N'in qiymətidir. Deməli N'in kvadratı. Onu da variantlarda görürük ki, N vur N deyə göstərib. O zaman biz də o şəkildə göstərək. Məsələn, qüvvət olsaydı yazardıq N'in qüvvətində 2. Variantda belə yazı yoxdur deyə bu şəkildə göstəririk. Bu da N vurulsun N deməkdir. Daha sonra deməli N'in kvadratını hesablayır. N vur N və həmin N'ləri toplamalıdır. Məsələn, bir dəfə 1 vur 1, daha sonra növbət dəfə dövrə qayıdır 2 alır. 2 üzərinə 2-nin kvadratını əlavə etməlidir. Və burada S-in cəmləmədə başlanğıc qiymət hər zaman 0 olur. Yəni S-in üzərinə əlavə etməlidir. N vurulsun N. Baxın burada S bərabər S-in üzərinə N vur N, yəni S bərabər 0-ın üzərinə N də 1-dir. 1 vur 1. Bu da 1-in kvadratı. Təkrar dövrə qayıdır. N'in qiyməti 30-dan kiçikdirmi? Yəni 1 kiçikdir 30-dan bu şərtə yenə həll deyil. N'in üstə 1 əlavə edir. N 1 idi, olur 2. Və S-in üzərinə S də yeni qiymət alıb. 1-in kvadratını alıb. 1-in kvadratının üzərinə N'in kvadratı, yəni 2-nin kvadratını əlavə edir. Və müəllimlə bu şəkildə davam edir. Ola bilər ki, burada hansısa başqa variantda da elə bir nəticəni ala bilərsiniz. Sonuncu qiymətinlə də yoxlaya bilərsiniz. Yəni, bu şəkildə davam edir. Ən sonda N'in qiyməti 29 alanda 29-un üstə 1 gəlir, olur 30. Və 30 vur 30, yəni bu şəkildə davam edir və 30-un kvadratını da toplamış olur. Dövrə qaydanda 30 30-dan kiçikdirmi? Yox deyib artıq dövrdən çıxıb S-i çap etmiş olur. Və nəticədə 1-dən 30-a qədər ədədlərin kvadratlarının cəmi alınır. Deməli, birinci mövqeyə M bərabər M plus 1, bir də burada verilib. Daha sonra S bərabər S-in üzərinə N vur N əlavə edirik. S bərabər S-in üzərinə N'in kvadratı. Və müəllimlər, yerləri də önəmlidir. Birinci gəlsin, ya ikinci gəlsin. Əgər burada yeri tərsin olsaydı, o sonuncu 30 qiymətini ala bilməyəcəkdir. Yəni, yoxlaya bilərsiniz. Bu variantı yazıbsınızsa əgər, sonuncu yerinə yazsınız, ən axırda 29-da qalacaq. 30-u ala bilmir. Yəni, bunların yerinin tərs olmağı da önəmlidir. Birinci hansı gəlir, ikinci hansı gəlir, ona da diqqət eləməliyik. Deməli, yazılacaq ifadə oldu. Bu şəkildə yerlərini doldurduq. Sonda da S-in qiymətini çap edir. Bunu da bitir. Daha sonra növbəti sual. Elektron cədvəl fraqmentində ambardakı məhsulların qiyməti və endirim faizləri verilib. Bu endirim faizləri bu verilənlərə əsasən E2 xanasına yazılacaq. Endirim məbləğini hesablamaq üçün hansı düstur yazılmalıdır? Deməli, endirim məbləği hesablanmalıdır. Bir dəqiqə. Digər tərəfə atdım. Aha. Deməli, E2 xanasına hansı düstur yazılmalıdır? Burada yazacağımız düsturu seçirik və düstur da başlayanda birinci bərabərlik işarəsindən başlamalıdır. Ambardakı məhsulların qiyməti və onların endirim faizləri verilib. Deməli, qiymət 1230 manatdır AZN-dən. Endirim faizi. Biz bunun qiymətini tapmaq üçün endirim tətbiq etmək üçün. Deməli, ümumi məbləğ 1230 manat. Ümumidən çıxırıq 1230-un 10 faizini. Yəni 1230 vurulsun 10 faizini tapdıq. Alında 123 manat. Deməli, endirim 123 manatdır. Bəs endirim tətbiq olunandan sonra alınan yeni qiymət neçədir, ona baxmalıyıq. Alınan yeni qiymət də endirim
Yox, bir dəqiqə. Y2 xanasına endirim məbləğini hesablamaq üçün bizdən yeni qiymət istəmir. Endirim məbləğini istəyir. Yeni qiymət istəsəydi bu cür 1230-dan da endirimi çıxardıqca alınan yeni qiymət neçədir? Amma bizdən onu istəmir. Bizdən sadəcə istəyir ki, nə qədər endirim olub, neçə manatlıq endirim olub. Onda 1230-un 10%-ni tapırıq, 1560-ın 15%-ni tapırıq bu şəkildə. Deməli, 1230-u vururuq, ona bölürük 100-ə. 1230 yazılıb C2 xanasında. Deməli, C2-ni, yox, hə, düzülüm. C2-ni vurmaq lazımdır. 10%-ə, yəni D2-yə, D2 və alınan nəticəni 100-ə bölmək lazımdır. Bölünsün 100. Bu düsturu E2-dən başlayaraq E5-ə qədər istənilən xanaya köçürsək ödənir. Sonra məsələn 1560-a görə tapsaq Paltaryana tətbiq olunan endirim məbləğini 1560, yəni C3 xanasındakı qiymət vurulsun. Endirim faizi 15%-ə vurarıq. D3 və bölərik 100-ü. Bu şəkildə. Buna uyğun gələn variantda burada toplama var, çıxma var, cavab olur D variantı. D2 vurulsun, vuruqların yerini dəyişsə hasil dəyişməz. D2 vurulsun C2 və bölünsün 100. Cavab olur D variantı. Daha sonra müəllimlər informasiya xassələrinə aid sual. Deməli, informasiya xassələrində xassələri 5 xassəsi var idi. Yəni abituriyent kitabına əsasən qeyd edirəm 5 xassə. Tamlıq, aktuallıq, obyektivlik, etibarlılıq, anlaşıqlıq, hətta müəllimlər üçün adekvatlıq xassəsi var idi, dəqiqlik, faydalılıq belə bir xassələr var idi. İnformasiyanın xassəsi tamlıq və aktuallıqdır. Birə olur B-dir. İnformasiyanın növləri duyğu üzvlərinə görə informasiyanı növlərə bölürlər. Bunlar da deməli, dad, qoxu, taktil, vizual və bir də qoxu dedim. Bir də səs, audio. İnformasiyanın növləri burada dad və taktildir. Taktil dəri vasitəsilə əldə olunan informasiyadır. Və informasiyanın 4 prosesi var idi. Biri emal etməkdir, ötürmə, informasiyanın qəbul edilməsi, ötürülməsi və saxlanması. Olur 1-ə BD, 2-yə AC, 3-ə də Y. BD, AC, 3-ə də Y. Cavab olur C variantı. Proqramın icrası zamanı klaviaturadan daxil edilərsə, nəticəni müəyyən edin. Aha. Belə bir ədəd daxil edib. Gəlin müəyyən edək. Deməli, bu ədədi bura daxil edəndə, input daxil etmə daxil, həmin ədəd dırnaqda daxil olunur sətr tipində. Və split də müəllimlər onu çevirir siyahı tipinə. Və siyahıya necə salacaq? Baxın, siyahı şəklinə salır. Amma deyir, biri parçala. Deməli, başlayır, qarşısına bir çıxanda dayanır. Həmin o hissəni ayrıca bir dırnağın içərisinə əlavə edir və biri yox edir. Parçalamaq dedim axı. Siyahıya bu şəkildə çevirir. Təkcə bir də başlayır, bir də biri görəndə dayanır. 4-ü ayrıca bir dırnaq atır və biri burada yox elədi. Təkcə bir də başlayır, 5-lə içini yazır, 5-i içini, biri buradan yox edir. Daha sonra 33-ü yazır. Çünki burada bir gör, biri görəndə dayandı, 30-u ayrıca dırnaq və bir silindi. Daha sonra da 98-i siyahının içərisinə əlavə edir. A bərabər boş bir siyahıdır. Burada qeyd edeyim. Boş siyahıdır. Və for i in s. Bu şəkildə i gəlir s-dən bir qiymət alır. Yəni i bir dəfə 23 olacaq, bir dəfə 4 olacaq, 52 və s. i-nin qiyməti birinci 23 alır. Və müəllimlər 23 dırnaqdadır. Ona görə dırnaqda qeyd etməliyik. Dırnaqda 23. If, əgər onu int tipinə çevir, yazılır int i. Yəni int 23 bölünsün 2 bərabərdirmi 0-a. Bu hissə bizə deyir ki, cüt ədəddirmi? Yəni hansı ədədlərdir ki, 2-yə böləndə qalığı 0-a bərabər olsun, cüt ədəd. 23-ün sətr tipindədir. Onda 2-yə bölə bilməz, ona görə qarşısına int atıb tam ədədə çevirir. Olur 23 və 23 2-yə böləndə qalıq 0 vermir. Deməli, yanlışdır. Buradan təkrar dövrə qayıdır.
Bu print sərbəstdir, qatmayaq. Sonda baxacağıq printə. Təkrar dövrə qayıdır. İ-nin 4 qiymətinin i bərabər dırnaqda 4 olduqda, deyə onu tam tipə çevir. Yəni 4. 4-ü 2-yə böləndə 0-dırmı? Hə. O zaman aya əlavə et i-ni. Yəni dırnaqda 4-ü. Deməli, aya əlavə edir 4-ü. Demək, biz burada müəyyən edirik ki, müəllimlər, if-ə hə deməlidir ki, həmin qiymətə aya əlavə etsin. İfə hə deməsi üçün də burada i-nin qiyməti cüt ədəd olmalıdır. Yəni, buradakı cüt ədədləri 4, 52 və 98-i siyahıya əlavə edəcək. Növbət dəfə 52-ni götürəndə tam tipdə 52 2-yə bölünürmü? Hə? Aya əlavə et 52-ni. Yəni, sonuncu appenddə sona əlavə edir. Sona bir dənə 52 əlavə edir. 33-ü 2-yə böləndə 0-dırmı? Yox, təkrar bir də dövrə qayıdır və sonra 98 alanda 98 cüt ədəddirmi? Hə deyirik, aya əlavə et 98-i. Yəni, A-nın son siyahısı bu şəkildə olur. Və dövrdən çıxdı. Dövrdən çıxandan sonra print, join. Join də siyahını sətrə çevirir. Bu siyahını təkrar sətrə çevirəcək. Və aralarında vergül arasına, vergül əvəzinə heç nə atmır, çünki dırnaqlar bitişikdir. Çap edir 4-ü, 52-ni və 98-i. Join çevirdi sətr tipinə. Əgər burada dırnaqların arasında məsələn bir üstəgəl olsaydı, ya vurma olsaydı, bu vergül arasına biz də üstəgəl, vergül və s. nə işarətsə onu atmalıydıq. Printdə də nəticə heç vaxt dırnaqdan çıxmır. Nəticə dırnaqsız alınır, olur 45298 C variantı. Yəqin ki, aydındır. Daha sonra növbəti suala baxaq. Bu tipdə suallar salmışam sınaqlara. İnşallah imtahana qədər sınaqlarının bütün bölmələri təkrar edəcəyik. Deməli, sil ilkin vəziyyət, qələmi endir. Əgər qələmi qaldır yazılıbsa, orada fiqur çəkə bilməz. Qələmi endir, alt proqramdan yazılıb. 2 dəfə təkrarlanmalıdır. Birinci təkrarla, bu da ikinci təkrarla. Birinci təkrarlada qarşısına belə bir alt proqram çıxır. T mötərizə. Həmin mötərizə alt proqramda. Burada yazılıb. Onda alt proqrama gəlir. Təkrarla 4 dəfə. İrəli 100, sağa 90. Müəllimlər, demək bu təkrarı bitirəndən sonra biz sərbəstə keçirik. Yəni 4 dəfə irəli 100, sağa 90, irəli 100, sağa 90 etdikdən sonra sağa 45-ə baxmalıdır. Və təkrarlanmanın sayını dönmə bucağına vuranda 360 eləyir. Bu hissə düzgün bir 4 bucaqlı, yəni kvadrat çəkmə üçün istifadə olunan bir proqramdır. Deməli, burada tam bir 4 bucaqlı, düzgün 4 bucaqlı, yəni kvadrat çəkildi. Və bağa normalda üzü yuxarı dayanır. Yəni, bu da üzü yuxarı, irəli 100, sağa 90, irəli 100, sağa 90, 4 dəfə təkrarladı və başladığı yerə geri qayıtdı. Daha sonra qeyd olunur ki, 4 dəfə dövr etdikdən sonra sağa 45 dərəcə dönsün. Bu bağa üzü belə dayanıb. Sağa 90 dön desə belə baxar, 45 dön dediyi üçün belə yarı dönür. Yəni, buradan bu istiqamətə dönmüş olur. Üzü bu tərəfə baxır. Sonra təkrar axı 2 dəfə təkrarlanma var idi. Biz birincisini etdik. Təkrar bir də təkrarla 2-yə gələndə while for kimi düşünək. Təkrar bir də dövrə qaydanda yenə alt proqram. Təkrar bir də kvadratı çəkməyi tələb edir. Baxın, bu istədir kvadrat çək. Kvadrat çək. Buradan başlayır, irəli 100, sağa 90, irəli 100, sağa 90, irəli 100, sağa 90 dərəcə dönür, belə bir fiqur alınır. Buna da uyğun gələn variant B variantıdır. Təkrarla 2 idi, 2 dəfə təkrarladıq, bitdi. Yəqin ki, aydındır. Dönmə bucağı və yadda saxlamalıyıq, bağa üzü susmaya görə üzü yuxarı dayanır. Yəni, buna görə çəkirik. Hansı variant oldu? B variantı. Cavab oldu B. Deməli, A təpəsinə, G təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Müxtəlif yolların sayı. Əgər oxludursa, deməli bu diqrafdır, ya da ki, yönləndirilmiş qraf adlanır. İlk başdan çıxanlara 1 yazırıq. A-dan B-yə 1 oxdur, A-dan F-ə 1-dir, bu hissəyə 1 yazıram. A-dan C-yə 1-dir. Daha sonra C təpəsinə gələn
bir dənə ox daxil olur. Onda C-dən çıxan bu xəttə 1 yazırıq. C-dən çıxan bu xəttə tilə, yəni bir də bu tilə 1 qeyd olunur. D-yə gələn 1-dirsə, D-dən çıxana da 1 qeyd olunur. Və E-yə gələn üzərindəki rəqəmlər önəmlidir. Oxun sayı yox. Üstə rəqəmlər 1, 1-dir, yəni ikisidir. Bura 2 gəlir. Və B təpəsinə gələn 1 idi. B-dən çıxan bu xəttin üzərinə də 1 qeyd edirik. F-ə gələn 1, 1, 2-dir. F-dən çıxan tilin üzərinə 2 yazırıq. Və bunları cəmləyirik. Deməli, biri bu, 2 bu, 3, 2 də bu 5. Deməli, cəmi 5 dənə müxtəlif yolla gəlmək mümkündür. Oxlu olduqda qayda budur. Cavab olur C variantı. Daha sonra kodlaşdırmaya aid belə bir sual. 512 qrafik informasiyadır. H bərabərdir düsturu MN vurulsun ibit düsturundan istifadə edirik. MN-in qiyməti 512, yəni 209 vurulsun 209. Həcmi verib. Həcmdə 256 kilobayt. Kilobayt bərabər bu qiymətə. Daha sonra palitrasında rəng çalarlarının maksimal sayı i-ni verməyib, i-ni tapmalıyıq ki, rəng çalarını hesablaya bilək. Və ibiti hesablayanda həcmi bölürük digərlərinə. Məxrəc olur 218, sürətdə də 256, amma kilobayt verilib. Biz kilobaytı bitə gətirməliyik, çünki sol tərəf bitdədir. Baytdan bitə keçəndə 213-ə vurmalıyıq. Kilobaytdan bitə keçəndə. 256 da 208 deməkdir. Sürət toplayanda alınır 221, məxrəcdə 218. Bunlar ixtisar edir, qalır 203, yəni 8 bit. Baxın, tələ kimi bunu da saxlayıb. Sonuncu cümləyə təkrar bir də baxın, mütləq. Rəng çalarlarının sayını istəyir. Yəni, N-in qiyməti. Bayaq da belə bir düsturu yazdım. Eyni bu tipdə sual var idi. N bərabər 200 i, yəni 208 cavab olur 256 E variantı. Mütləq qiyməti yazmağı sonuncu cümləni oxumağı unutmayaq. Daha sonra informatika sözü B bərabər 11. Len A. A-nı sayanda len sətir siyahı ilə işləyir. Ədədi saya bilməz. Sətir tipində informatika sözü 11 simvoldur. 11 böyükdür B-dən, yəni 11-dən. Bu şərtə yox deyirik. Böyük deyil. İfə yox deyəndə else varsa elseyə baxırıq. Və else-də yazılıb ki, A qoşa nöqtə 2. A-da 2-dən əvvəl 0, 1, 2. Və müəllimlər 2 son qiyməti götürür, son nəticə götürülmür. Yəni 0, 1 in hissəsi. Və ora böyük i yazılıbsa biz də böyük i yazırıq. Deməli bu A2 qiyməti oldu in sətri. In 2-dən əvvəl, qoşa nöqtə 2-dən əvvəl gəlib, biz də 2-dən əvvəl götürürük. Başlanğıc hər zaman götürülür, son isə götürülmür. Və 3-ə vurmaq. Sətri ədədə vuranda ədəd qədər təkrarlanır. 3 dəfə olur in. Və müəllimlər böyük i yazılıbsa böyük i yazırıq, kiçik i yazılıbsa kiçik i yazırıq. Ona diqqət edirik. Pythonda bunun önəmi var. Məsələn, HTML-də o qədər önəmi yoxdur. Böyük, kiçik fərqi yoxdur, eynidir. Amma burada önəmi var. Pythonda simvollara diqqət edirik. Cavab olur A variantı. Print də nəticəni dırnaqsız çıxardır hər zaman. 19-cu sual. HTML koduna əsasən web səhifə fraqmenti haqqında doğru fikirləri müəyyən edin. Deməli, müəllimlər bir dəqiqə digər tərəfə atım, belə çox uzaq qalır elə bir. Dəqiqə. Bu hissəyə yapışdırım. HTML-də bəzi bir hissəsi mətn redaktorlarına Word-ə oxşayır, ortaqdır. Deməli, burada doğru fikri istəyir. Yaranan cədvəldə 6 xana var. 6 xana. Xananın sayını tapmaq üçün sətri sütuna vurmaq lazımdır. Əvvəlcə müəyyən edək ki, neçə sətirdən ibarətdir. Ter başladı, bitdi. Bu bir sətir. Sonra başladı, burada bitdi. İkinci sətir. Bu üçüncü sətir. Bu da dördüncü sətir. Deməli, 4 sətir var. Bəs neçə sütun var deyəndə, sütunda da TH-ı sayırıq. Ya da bir dənə T-nin içində TD-ni saysaz bəs eləyir. TH da bir dənədir. Açıldı, bağlandı, 1.
Deməli, bir dənə də sütun var. Xana sayını da tapanda sətri sütuna vururuq. 4-ü 1-ə vuranda elədi 4. Burada gedir 6 xana var. Bir səhvdir. Bir səhvdirsə 2 variant çıxıldı. Yaradılan cədvəldə 3-cü sətrində 1 xana var. Üçüncü sətr, bu birinci sətr, bu ikinci sətr, üçüncü sətr, bu da dördüncü sətr. Bəli, üçüncü sətrində bircə dənə TD var. Ona görə bir dənə xana var ki, doğrudur. Yaradılan cədvəlin bir sütunu var. Bəli, az əvvəl sütunu hesabladıq. Dedim, bircə dənə sütunu var. 2, 3 doğrudur. Elə burada cavab olur D variantı. Dördüncü sualda yaradılmış cədvəlin üçüncü sətrinin ikinci xanasında. Üçüncü sətirdə az əvvəl dedik, bircə dənə xana var axı. Və onun içərisində K yazılıb. Bir xana varsa, bu da deyir ikinci xanası. Axı ikinci xana yoxdur, ona görə yanlışdır. K yazılıb düzdür, amma ikinci yox, birinci xanada K yazılıb. Yaradılan cədvəlin ikinci sütununda C hərfi yazılıb. Yenə də müəllimlər ikinci sütun deyir, sətr demir. Axı biz saydıq ki, bir sütun var. O ikinci sütunu necə alsın? Deməli, bu da ona görə yanlışdır. Cavab olur 2, 3, D variantı. Sonra növbəti sualda alqoritm icrası nəticəsində çıxışa verilən ədədi müəyyən edin. Yanda bax, bir dəqiqə. Alqoritmdə dövrlərdə diqqətli oluruq. N-in qiyməti 5-dir. 5 böyükdürmü D? D də 1-dir. Böyükdür 1-dən bu şərtə hə deyir. Hə deyəndə hə qoluna keçir və n-i 1 vahid azaldır, D-ni 1 artırır. N-i 1 azaldanda olur 4, D-ni də 1 artıranda olur 2. Təkrar dövrə qayıdır. N böyükdür D-dən. N 4-dür, D də 2-dir. Böyükdürmü? Hə. N-i 1 vahid azaldır, 4 idi olur 3. D-ni də 1 vahid artırır, 2 idi olur 3. Və bir də dövrə qayıdır. N böyükdür D-dən hər dəfə yeni qiyməti yazırıq. Yeni qiymətlər 3-ün 3-ədir. Böyükdürmü? Yox deyir və yox deyəndə yox qolu ilə hərəkət edir. N-i 2 vahid artırır. Ən son 3 idi olur 5. D-ni də 1 vahid azaldır. D də 3 idi olur 2. Və K bərabərdir N-lə D-nin cəmi, yəni 5 + 2 bərabər 7. Print K-nı çap et, K-nın qiyməti də 7-dir. Deməli, sonda çap olunacaq ədəd 7-dir, Y variantı. 21-ci sualda A siyahısı A 56 verilib, tam tipdə ədəddir. C bərabərdir, dırnaqda 123, tək dırnaqla cüt dırnağın fərqi yoxdur. Setir A, yəni dırnaq sətr tipində 56, dırnaqda yazırıq 56. Və sətirlə sətri toplayanda müəllimlər birləşir. Birinci gələn toplanan birinci yazılır, ikinci gələndə ona bitişik. Arada boşluq falan qeyd olunmur. Sonra A bərabərdir C-ni, yəni 12356 vurulsun 2. Sətri ədədə vuranda ədəd qədər təkrarlanır. 2 dəfə bu ədəd təkrarlanacaq. Bir dəqiqə, niyə belə oldu? Hə, burada float tipi var idi. Bir dəqiqə, ədədi 2 dəfə təkrarlayaq. 3, 5, 6, 1, 2, 3, 5, 6 təkrarlandı. Float bunu çevirir həqiqi ədədə. Və həqiqi ədəddə bu, yəni dırnaqlar atılanda tam ədəd qalır. Həqiqi ədəddə onun yanında kəsr hissəsi yoxdur deyə nöqtə 0-la göstərməli. Print də həmin ədədi çap edir. Floatda mütləq ikinci hissə olmalıdır. Yəni kəsr hissəsi nöqtə hissəsi göstərilməlidir. Məsələn, Y variantda uyğun gəlir. Əgər orada float olmasaydı, Y variantı olardı. D2 xanasında yazılan bu düsturu, deməli, D2 xanasına yazılan düstur C dollar 2 vurulsun 1 üstəgəl D2 bölünsün 100'dür. Bu düsturu Y2 xanasına köçürəndə, deməli, E2. Sütun dəyişməyib, müəllimlər. Sətir dəyişməyib, amma sütun D-dən E-yə keçib. Deməli, A, B, C, D, Y. Bir vahid növbətiyə gəlib. Onda biz də bunu bir növbətiyə keçirik. C-dən bir növbəti D-yə keçəcək. 2 olduğuna görə qarşısında dollar var deyə dəyişmir. Onsuz burada 2-dən 2-yə dəyişməmişdə olduğu kimi qalır. Daha sonra 1 üstəgəl D-dən E-yə keçibsə, bu da D-dən E-yə gəlir. 2-dən 2-yə dəyişməyib. 2-dən 2-yə qalacaq və bölünsün. Bu da sərbəst ədəddir. Sərbəstdə heç vaxt dəyişilmir. Sərbəst olduğu kimi qalır. Olur cavab Y2, deməli D2 vurulsun 1 plus
Y2, D2 vur 1 plus Y2 bölünsün 100. Cevap olur D variantı. 23-cü sual alqoritmə aid bir sual. Ədədi 2-yə vurur, 1 əlavə edir. 0 ədədinin üzərinə bu komandalar ardıcıllığı yerinə yetirilsə, nəticə sonda neçə alınacaq? İlk olaraq müəllimlər, 2-yə vurun nömrəsi 1-dir, 1 əlavə edin nömrəsi 2-dir. Bu çaşdırmaz. Və burada 2, 1 də həmin bu nömrələri göstərir. Ədəd 0-dır. Bir ikinci işi gör. İkinci işə nə yazılıb? İkinci komandaya 1 əlavə et. Yəni üzərinə 1 əlavə edirik, olur 1. Sonra yazılıb ki, birinci işi, birinci komandanı gör. Birinci komandada 2-yə vur yazılıb. Vururuq 2-yə. Yəni burada yazılan 2, 1 bu qarşıdakı nömrəni göstərir. 1-i 2-yə vuranda 2. Daha sonra ikinci komanda. İkinci komandada 1 əlavə et. Üstə 1 gəlirik, olur 3. Sonra 3 dəfə 1 yazılıb. Yəni 3 dəfə 2-yə vuracaq. Vururuq 2-yə 6, bir də vururuq 2-yə 12, bir də 2-yə vururuq 24. Daha sonra 2 və 1. 2 də 1 əlavə et. Üstə 1 gəlirik 25. Və sonra birinci komandada da yazılıb 2-yə vur. 25-i də vururuq 2-yə alınır 50. Bizdən yerinə yetirilərsə alınan nəticəni müəyyəndir. Sonda 50 alındı. O da Y variantındadır. Yəni orada 1 və 2-lər qarşıdakı nömrələrini göstərir. Qarşıdakı komanda nömrələrini göstərir. Birinci nömrə, ikinci nömrə. Əlifbanın gücü 4096-dır. Əlifbanın gücü n ilə işarə olunur. 4096. Və bu 212 deməkdir. Hartley düsturuna görə i-nin qiyməti 12 bitə bərabərdir. Bu əlifbanın simvolları vasitəsilə yazılan mətnin informasiya həcmi 3 kilobaytdır. Yəni h bərabərdir 3 kilobayta. 3 kilobayta. Qeyd edir, mətndə neçə simvolun olduğunu müəyyən edir. Simvol tapırıq. Bayaq düsturu yazmışdım. H bərabər simvol vurulsun i bitdi. Simvol tapanda həcmi i-yə bölürük. I-nin qiyməti müəllimlər 12 bitdir. Simvol 3 kilobaytdır. Ölçü vahidlərinə mütləq diqqət edirsiniz. 3-ü kilobaytdan bitə keçirəndə 210 isə vurmaq lazımdır. 3-dən 12 ixtisar gedir, 4 qalır, 2-nin kvadratı. Bunlar da ixtisar gedir, alınır 211. 211 də 2048 deməkdir, olur D variantı. Yəni müəllimlər, hələ ki bura qədər gəlmişik, çətin suallar yoxdur. Hamısı sadə suallardır. Heç abituriyentə bu qədər həqiqətən sadə salınmır. Abituriyentə düşən sualları yəqin ki görübsünüz, işləyən müəllimlər bilər. Abituriyentə düşən suallar bundan daha çətindir. Daha sonra baxaq. Deməli, A bərabər list siyahı verilib. Yox, bir dəqiqə. Sətr verilib, list. Onu siyahıya çevirməliyik. Listə necə çevirir? A bərabər tək-tək çevirir. Biri ayrıcadır dırnağa, 3-ü ayrıca. Yəni bu bunun qaydasıdır. 5-i ayrı, 7-ni ayrı və 9-u da ayrıcadır dırnağa. For i-in A yazılıb. I bir dəfə gəlib burada 1-i alır. Yəni i bərabərdir 1-ə. Dırnaqda 1-ə. Və soruşur onu tam tipə çevir. Tam tipə çevirəndə olur 1. 1-i 2-yə böləndə 0-dır, yox. Qalıq 1-dir. 1-i 3-ə böləndə qalıq 0-dırmı? Yox, qalıq kiçik ədədi böyüyə böləndə qalıq kiçiyin özünə bərabərdir. Yenə 0 deyil, 1-dir və else. Else-də yazılıb print 3 dənə ulduz. Deməli, burada print 3 dənə ulduzu çap edir. Məsələn, D variantında birinci yes gəlir. Axı biz birinci printdə 3 ulduzu çap etdik. Onda bu yanlışdır. Daha sonra end də icazə vermir növbəti sətrə düşməyə. Sonuncu vergüldə end işləyir və endin içərisində heç nə yox, boşluq var. Burada bir boşluq qoyulur və təkrar dövrə qayıdır. I bu dəfə 3 alır, yəni i bərabər olur dırnaqda 3-ə. 3-ü 2-yə böləndə qalıq 0-dır, yox. 3-ü 3-ə böləndə qalıq 0-dırmı? Hə deyirik. Elifə hə deyəndə S-yə baxılmır. Bu şərtə hə dediksə, print nonu çap et. Deməli, bunun ardı ilə not çap olunur və sonuncu vergüldə end işə düşür, boş dırnaq atır, boşluq atır və müəllimlər enddə end olmasaydı, növbəti nə isə çap etsə, o ikinci sətirdə çap olunur. Amma end var deyə yanında çap olunur.
Təkcə buradan dövrə qayıdır. 5-i alır. 5-i 2-yə böləndə 0-dır? Yox. 5-i 3-ə böləndə qalıq 0-dırmı? Yox. Yəni nə 2-yə, nə 3-ə tam bölünmür. Və LC-yə keçir. 3 dənə ulduzu çap edir. Və bundan sonra yenə 3 ulduz çap olunur. 7-də də eyni qayda. 7 2-yə bölünürmü? Yox. 3-ə bölünürmü? Yox. Keçir LC-yə 3 dənə ulduzu bir də təkrar çap edir. Və sonuncu 9. 9 2-yə böləndə 0-dırmı? Yox, qalıq 1 düşür. 9-u 3-ə böləndə qalıq 0-dırmı? Hə deyirik və sonda bir dənə no sözünü də çap edir. Elifdə də qayda müəllimlər ifə hə deyəndə elif eziyə baxılmır. Yəni nə vaxt hə sözü aldısa, müsbət cavab verdisə, da ondan sonra gələnlərə hesablamırıq. Çap olunan belə bir nəticədir. Ulduz, no, bunlarda yes var. Baxın, heç yesə düşmədik. Çünki 2-yə bölünən ədəd yoxdur ki, 2-yə bölünsün, yesi çap etsin. Cavab olur A variantı. Deyirəm, aydındır. Monitor sözü Sezar üsulu ilə şifrələnərək bu şəkildə əvəz olundu. Alınmış şifr üçün kaydədini tapın. Əlifbad özü verilir hər zaman. Birinci M hərfidir, birinci Q hərfidir. M-dən sonra sayırsınız bir. M-in özünü bir götürmürük. Deməli N1, O2, P3, Q də 4. Cavab olur 4. B variantı qutardı. Bu qədər sadə. Məsələn, ikinci hərf odur, burada ikinci hərf s-dır. Odan sonra 1, 2, 3, 4 gəlir dördüncü, yəni 4 addım sağa doğru hərfi sürüşdürəndə gəlir S hərfinə düşür. K-nın qiyməti 4-ə bərabərdir. Neçə addım sonrakından əvəz olunub, onu hesablayırıq. ASCII əlifbasına kodlaşdırıldığını bilərək, ASCII-də bir simvol, yaddaşda 1 bayt, ya da ki 8 bit yer tutur. Kompüter sözündə simvollar sayaq, 8 simbol var. Bir simvol da 1 baytdan eləyir 8 bayt. 1-ə olur A variantı. Və 8 baytda 64 bit deməkdir. İkisini də yoxlayın. Həm A, həm də B. Cluster sözündə 7 simvol var. 7 simvol 1 baytdan eləyir 7 bayt. Variantda 7 bayt yoxdur. O zaman bitə çevirək. 7 dəfə 8 eləyir 56 bit. Yəni 2 olur C. Disk sözü 4 simvoldur. Yəni 4 bayt. 4 bayt da Y variantında və 4 dəfə də 8, yəni bitə çevirəndə olur 32. 1-ə A, B, 2-yə C, 3-ə də D, Y. Cavab olur A variantı. Daha sonra 28-ci sualda verilmiş Orel ünvan hissələrini doğru ardıcılıqla düzün. Deməli, müəllimlər, qeyd eləmişdik ki, ən birinci protokol gəlməlidir. Yəni, birinci 2 gəlir. Və protokoldan sonra mütləq və mütləq qoşa nöqtə və slash qoyulur. Yəni, 4. Ən sonda fail gəlir, sonda. Və faildən əvvəldə slash qoyulmalıdır, 5. Cavab olur 2, 4. Bir dəqiqə, arada nə isə itirdim. Bir dəqiqə. Deməli, protokol, qoşa nöqtə slash, 3-ü görmədim. Arada server yerləşdirilir 3. Deməli, ardıcılıq belədir, protokol. Protokoldan sonra qoşa nöqtə və slashlər. Sonra failin yerləşdiyi ünvan, yəni server. Sonra bir dənə slash, ən sonda da fail. Faildə özü və genişlənməsi. 2, 4, 3. Sonra 5 slash, ən sonda isə fail olur 1. Fail olduğunu da bilmək üçün genişlənməsi var. JPEG-də şəkil failinə aiddir. 2, 4, 3, 5, 1. D variantı. 29-da girişə belə bir qiymət daxil olunur. Digər tərəf atım bunu. Deməli, məndə girişə daxil edilən ədəd budur. Və biz deflə eyni sıradan başlayırdıq. S bərabər input. Yəni, S bərabərdir. Belə bir sətr tipi verilib. Y-də boşdur. Foreign range len S. S sətrini sayırıq. 2, 4, 6, 8, 10, 11, 12, 13. 4, 8, 10, 13 dənə simvol var cəmi. Deməli, len S olur 13. Sadəcə 13 yazılıbsa, bu deməkdir ki, i-nin qiyməti 0-dan 12-yə qədər qiymət alır. 0-dan 12-yə qədər. I-nin 0 qiyməti ilə daxil olur dövrə. Soruşur, S-də 0-cı element, S-də i-ninci element, yəni S-də i də 0-dır. S sətrində 0-cı element bu.
0, 1, 2, 3, 4, 5, 11, 12. Deməli, müəllimlər, 13 dəfə dövr var. Biz bunun sadə yolunu tapaq ki, proqram nə iş görür? Yəni, 13 dəfə dövr etməyək axı burada. Əgər S-də 0-cı element, yəni A, burada varmı? In, bunun içərisində varmı? Yoxdur. Keçirik S-yə, Y bərabərdir Y-in üzərinə, yəni boş dırnağın üzərinə, leta SI. S-də ininci element. Baxın, leta hardaydı? Hə, dövrək bura qayıdır. Deməli, yazılır ki, Y bərabər Y-in üzərinə L yazsam, qısaca leta sözünü köçürmürəm. L-də SI, yəni S0. S-də 0-cı element nədir? S-də 0-cı element A hərfidir. Dırnaqda A yazırıq və L-də axtarmalıdır A-nı. Leta qarşısına yazılıbsa, deməli def-ə müraciət edir. Yazılır ki, LZ. L, Z. Z-in yerinə də A hərfi dayanıb. Yazırıq dırnaqda A. Və bu Z-in qiyməti olur. Burada da qeyd edilir ki, həmin simvolu kiçildir. Kiçik hərf elə. Yəni, böyük A hərfi idisə, eləyir kiçik A hərfi. Və return-də həmin o kiçiyi qaytarır. Yəni, bura qayıdır kiçik A hərfi. Demək, müəllimlər, nədir iş? Əgər bu sırada, yəni 0-dan 9-a qədər ədəd olmasa, yəni ədəd deyilsə, hərfdirsə, o zaman defə gəlir. Və defə gələndə də onu kiçik simvolu ilə əvəz edir. Yəni, harada böyük hərflər varsa, biz onları kiçik hərfi ilə əvəz edəcəyik. Bəs rəqəm olarsa, məsələn, tutaq 7-dir. İnin 2 qiymətində soruşur S-də ininci element, yəni S-də ikinci element 7. Özdə dırnaqda 7. Varmı burada? Bəli, var. O zaman Y bərabərdir. Y-in üzərinə, yəni bu bayaq A idi, nə idi? Onun üzərinə həmin elementi tam tipə çevir, 7. 7-nin kvadratı 49 və 49-u dırnağa sal. Yəni olur dırnaqda 49. Misalı ümumiləşdirin müəllimlər. Əgər rəqəmdirsə, həmin rəqəmi kvadrata yüksəldib yazır. Yox, əgər rəqəm deyilsə, o zaman həmin ifadəni, demək ki, hərfdir. Rəqəm deyilsə, demək hərfdir. Həmin hərfi lower, kiçiyindən yazır. Yəqin ki, aydındır. Deməli, burada böyük A-dır. Onu eləyir kiçiyə. Kiçildir. S-dir, yazır kiçik S. 7-dirsə rəqəmdə onu kvadrata yüksəldir. 49. D-dir, böyük DF yazılıb. Onda kiçik yazır, kiçik DF. 8-dirsə ədədi kvadrata yüksəldir. Olur 64. 9 ədəddə olur 81. X böyük hərfdə olur kiçik X. Və 1-i tək-tək baxırıq. 1 ədədi kvadrata yüksəldir, 1 olur. Sonra 1 ədədi kvadrata yüksəldir, 1 olur. D böyük hərfdə olur kiçik hərf. Bu 1 kvadrata yüksəldir. 3-ü də kvadrata yüksəldir, 9. Yəni, nəticədə belə bir cavab alınacaq. Yəni, burada 13 dəfə dövr varsa, dövrün sayı çoxdursa, deməli, orada hansısa bir üsul var. Sadə bir üsul var. Biz o üsuldan hesablaya bilərik. 13 dəfə dövr etmək, yəni imtahanda çox vaxt itkisidir. Deməli, böyük hərflər kiçik hərf eləyir. A, S 49. Aha, A variantı uyğun gəlir. A, S 49. Sonra D, F. Burada 8'dir. Burada 7 yazıb. Baxı, kvadratda 79 düz gəlmir. 7'nin kvadratı 64. Baxın, A, S 81 və s. bir şəkildə davam edir. Cavab olur Y variantı. Növbəti sual. Disjunksiya məntiqi əməlinin ardıcıllığını tapın. Disjunksiya müəllimlər toplamaydı. Yəni A və B doğruluq cədvəli verilir. Biz bu doğruluq cədvəlində A üstəgəl B disjunksiya ya da A bu işarədir disjunksiya ya da ki A or yazılır. Or B'yin. Bunların hamısı disjunksiyanı göstərir. Deməli, belə bir cədvəl qururuq və 1 sıfırdan ibarət yazırıq. 1, 1, 0, 0, 1, 0, 1, 0. Toplamaydı disjunksiya. 1 ilə 1-in cəmi 1. 1 ilə 0-ın cəmi 1. 0 ilə 1-in cəmi 1. 0 ilə 0-ın da cəmi 0.
Orun qaydası o idi ki, yanlışı o vaxt alır ki, hər tərəf yanlış olsun. Yəni sıfırı o vaxt alır ki, hər dəfə sıfır olsun. Yerdə qalanların hamısı bir olur. İndi önəmli deyil, birinci 1-1 yazdıq, yoxsa 0-0 yazdıq, fərqi yoxdur. Əsas o da alınan cavab uyğun gəlsin. Oldu B variantı. Konjuksiyada isə vurmadır. Vurma ilə işləyirik. Vurmada da bir dənə 1 olur, qalanları vurma budur, baxın. 0'ı 0'a vuranda 0, 0'ı 1'e vuranda 0, 1'i 0'a vuranda 0 ama 1'i 1'e vuranda 1 verir. O 31-də uyğunluğu müəyyən edin. Sətirlərə tətbiq olunur. Tətbiq olunan yalnız siyahılara tətbiq olunan, sətir və siyahın hər ikisinə tətbiq olunan. Deməli, split 2 dəqiqə sətirlərə tətbiq olunan. Split sətiri siyahıya çevirir. Deməli, split sətirlərə tətbiq olunur. Count həm sətiri sayır, həm də ki siyahını sayır. Count'dur, bir də lendir. İkisi ilə işləyir. Onda ikisinə də aiddir. Insert müəllimlər, insertdə necə idi? Siyahıya əlavə edirdi. Insert idi, sonra append idi, bayaq işləyirdik az əvvəlki suallarda. Siyahıya əlavə edir. Deməli, siyahı ilə işləyən modeldir. 2C. Sonra reversi tərsinə düzür. Bu da siyahlar tərsinə düzmək üçün istifadə olunur. Bir də capitalize birinci hərfi böyük hərfinə yazmaq üçün istifadə olunur. O da capitalize, upper'di, lower'di, sətir tipi ilə işləyir. Az əvvəlki sualda məsələn işte A hərfini lower elədi, böyük A hərfini lower elədi, kiçiltdi. Upper isə hamısını böyüdür. Capitalize birinci sözün birinci hərfini böyüklə yazır. Olur 1'ə A'yı, 2'yə C'di, 3'ə B. 1'e A'yı, 2'ye C'di, 3'e de B. C variantı. Daha sonra 32-ci sualda yenə dövrə aiddir. Burada deməli müəllimlər A'nın qiyməti 12, B'nin qiyməti 4. Burada yazılıb A'nı B'yə böl, 12-ni 4'ə böləndə olur isə 3. 3 vurulsun 3, 9 və 12-ni 4'ə böləndə 3.0 alınır. Onda 3'ə vuranda olur 9.0. Qarşıda da int yazılıb, yəni 9. Deməli, bu isə 9-dur. Foreign range i qiymət alır 0-dan 8-ə qədər. 0, 1, 2, 3, 4 və s. 8. Baxın, 9 dəfə dövr var. Deməli, sadə bir yol tapa bilərik. i-nin 0 qiyməti ilə daxil onda k bərabər k-nın üstə, yəni 0-ın üstə 1 vur 2. Bu da 2 deməkdir də. K-nın üstə 2 əlavə edir. Təzən dövrə qadir. i-nin 1 qiyməti ilə yenə k-nın üstə 1 vur 2, yəni 2 əlavə edir. 2-nin üzərinə 2 əlavə edir 4. Biz neçədən 2-ni cəmləsin? 0-dan 8-ə qədər, 0-dan 8-ə qədər 9 dəfə dövr var. 1-dən 8-ə qədər 8 dəfədir. Bir dənə də 0 var, 9 dəfə dövr var. Və hər dəfə k-nın başlanğıcı 0-dır. 0-ın üzərinə 1 vur 2-ni gəlir. Yəni 2-ni əlavə edir, baxın. Deməli 9 dənə 2-ni toplayacaq və alınacaq cavab 18. Hansı variant? C variantında. Yəqinki aydındır. Hər dəfə üzərinə 2 əlavə edir. 0-ın üzərinə hər dəfə 2 əlavə edir. Bu neçə dəfə davam edəcək? Dövrün sayı 9-dursa 9 dəfə dövr edir. Burada i-nin 0-dan 8-ə qədər alınan qiymətləri müəllimlər sadəcə dövrün qiymətini göstərir. Gətirib burada hardasa yerinə yazıb hesablamırıq. Yalnız neçə dəfə dövr edəcəyimizi göstərir. Daha sonra rabitə kanalı ilə informasiya həcmi 256 kilobayt qrafik təsvir ötürür. Ötürülmə müddəti var, ötürücülük qabiliyyətini sürəti istəyir. Həcmin qiyməti verilib, müddət, yəni zaman var və sürəti istəyir V-nin qiyməti. H bərabər VT ya da şəbəkələrdə bunu 2 bərabər VT göstərə bilərlər, fərqi yoxdur. Həcm verilib sürəti. Sürəti tapanda həcmi zamana bölmək lazımdır. Həcmin qiyməti 256 vurulsun kilobaytdır. Daha doğrusu 256 kilobaytdır. Zamanın qiyməti isə 128 saniyədir. Yəni 207. Bundan ixtisarcıdır. Alınır 2. Ölçü vahidi nədir? Kilobayt. 2 kilobayt. Və müəllimlər burada bizdən istəyir kilobitlə. Kilobaytdan kilobitə keçmək lazımdır. Baytdan bitə keçəndə
Necə keçirik? 8-ə vurmaqla. Deməli, 2-ni vururuq 8-ə, olur 16 kilobit. Kilolar eynidir deyə baytdan bitə necə keçiriksə o şəkildə də hesablayır. Girişə verilən ixtiyari x tam ədədi üçün funksiyanın qiymətinin hesablanma alqoritmi hansı növ alqoritmdir? Xəttidir. Niyə xəttidir? Burada bu tənlikdə, bu funksiyada x-in yerinə istədiyiniz ədəd yazın. Məxrəc heç vaxt 0 olmayacaq. Çünki mənfi də yazsaz kvadrata yüksəldəndə müsbət olur və üstə 3 gəlir. Müsbət də yazanda, 0 da yazanda o zaman xəttidir. Əgər olsaydı müəllimlər 5 bölünsün, tutaq ki 4 minus x kvadrat olsaydı. X-in yerinə 2 yazsaq ya da mənfi 2 yazanda məxrəc 0 olur. Axı məxrəcə 0 ola bilməz, 0-a bölmək olmaz. O zaman budaqlanan olardı. Yəni x mənfi sonsuzluqdan müsbət sonsuzluğa istənilən qiymətdə həlli varsa, deməli xəttidir. Yox, əgər arada bir istisna varsa, demək ki, bu budaqlanandır. Bəs istisnanı necə taparsınız? Məxrəci 0-a bərabər eləyək. Görək hansısa bir qiymətdə 0 olurmu? X kvadratı bərabər 3-ü bu tərəfə keçirəndə mənfi 3. Hansı ədədin kvadratı mənfi verir? Heç nəyin. Demək ki, belə bir həll yoxdur. Yəni, məxrəc heç cür 0-a çevrilə bilməz. O zaman istənilən qiymətdə ödəyir, olur xətti. Cədvəldə faillərin adları və onların informasiya həcmləri verilmişdir. Digər tərəfə atım, sualın yarısı görünür, yarısı görünmür. Aha, klasserə aid. Klasser mi deyil, şərtdə klasserə aid sualdır müəllimlər. Bu tipdə suallar işləmişik sizlə. Topluda da var idi, Koderada da bu tipdə məsələlər var idi. Onların hamısına baxmışıq dərslərimizdə. Sınaqlarda da sınalmışdım bu tip suallar. Deməli, cədvəldə qeyd olunur faillərin adları və onların həcmi verilib. Bu failin deməli, klasser 4 kilobaytdır. Diskdə nəzərə alaraq bütün video failləri, baxın video. Video faillərin genişlənməsini bilməliyik. Burada mənə AVI yazılan videodur. Yəni 129. Onda nə istəyir? Diskdəki həcmini kilobaytla hesablayın. 129 kilobaytdırsa 129-u 4 böləndə 33 32 klasterə yerləşdirəndə 128 kilobayt eləyir. Yəni 129-u 4-ə böləndə 32 tam neçə salınır? Həmin o kəsr qalır 1 kilobayt. O 1 kilobayt içində 33-cü klaster lazımdır. Və müəllimlər, bir klasterin həcmi 4 kilobaytdırsa, 33 klasterin həcmini hesablamalıyıq. 33-ü vururuq 4 kilobayta, alınır 132 kilobayt. Demək ki, əslində 129 kilobaytlıq bir mətni diskə salanda yaddaşda 132 göstərir. Biri bu. Daha sonra bizə video fail deyir. WAV video fail deyil. Səs failinə aiddir. WAV, MIDI, MP3. Bu səsdir, lazım deyil. BMP, GIF, TIFF, JPEG, bunlar ODG, CDR yazılır, AI. Bunlar hamısı qrafik faillərdir. FLV videodur, bunu götürəcəyik. XLS, bir də XLS X isə cədvəl failidir, bu da lazım deyil. Demək, bir də olur 197. 197-ni əgər 4-ə bölsək, neçə tam düşər? 4, 9. 49 tam düşər, amma 1 kilobaytı qalar. Onda buna 50 klaster lazımdır. Tam yerləşdirməli. Əlavə qalanda klasterə yerləşməyəndə əlavə bir klaster gətirir. 50 klaster və biri də 4 kilobaytdan 50-ni vururuq 4-ə, olur 200 kilobayt. Demək, müəllimlər, 129 kilobaytlığı diskə yerləşdirəndə 132 kilobayt diskdə göstərir. Və 197 kilobaytlıq video faylı diskə salanda əslində o 200 kilobayt göstərir. Bizdən də onların həcmini istəyir. İkisini də toplayırıq. 132 üstə gəlir 200 bərabərdir 332 kilobayt. O da Y variantı. Yəni götürüb hamısını toplamırıq. Bunun üçün müəllimlər əməliyyat sistemlərində genişlənmələrə əzbər bilməlisiniz ki, tapa biləsiniz ki, hansı videodur, hansı şəkildir. Videoya aid olan AVI-dir, FLV-dır, MPG-dir, MP4 var. Bunlar video faillərin genişlənməsidir.
Daha sonra 36'da hesablayın. Sadə bir sual 16 say sistemindən onluğa çevirir. 0, 1, 2. 1 vur 16'nın kvadratı 256. F 15'ti. 15'i 16'ya vuranda 240. 6 vur 16 üstə 0'da alınır 6. Bunları da toplayanda bu olur 496. Üzerine de 6 gələndə 502. Y variant. 16 say sistemindən digər say sistemindən onluğa keçəndə istifadə edirik. Deməli, açıq yazılış üsulundan. Amma onluqdan digərlərinə keçəndə üsul bölmə üsuludur. Verilmiş fraqment mətn fraqmentinə tətbiq olunan formatlama əməliyyatı. Deməli, burada müəllimlər rəng var. Rəng. Hamısında da rəng verib. Daha sonra düzləndirmələrdən sağa düzləndirmə var. Baxın, bunun sağ tərəfi tamamilə düz gəlir. Amma sol tərəfi biri buradadır, biri buradadır, belə çıxıntılıdır. Deməli, sağdan düzləndirmədir, sağ tərəfdən. Olur sağa düzləndirmə, rəng. Bir də kursivdir yoxsa qalındır. Qalın yazma yoxdur. Qalın yazma, baxın, məsələn, bu qalındır, amma bu yox. Burada kursiv yazma var. Kompüterlər, şəbəkələr, proqramlar təminatı. Görürsünüz, italik yazılıb, kursiv yazılıb, yana əyilir hərflər. O da olur kursiv, cavab olur A variantı. Word-a aid bir sual idi. Sadə sualdır. Verilənlər bazasının sorğunun nəticəsində tapılan yazıları müəyyən edin. Sayını müəyyən edin. Sayını tapmalıyıq. Deməli, aşağıda cədvəl yoxdur. Kiçik bir cədvəldir. Kaş Miqə də belə suallar düşər, çox sadə olar. İnformatikası 85'e bərabər olan. İnformatika 85 olan bir bu, bir dənədir. Və onun nömrəsi 2'dir. Yazırıq 2. Or, riyaziyyatı 90'dan böyük olsun. 90'dan böyük olan bir 91'dir, bir də 95'dir. Onun nömrəsi 1'dir və nömrəsi 4'dür. Yazırıq 1, 4. Və burada müəllimlər or olanda birləşir. Yəni cavab olur 1, 2, 4. Bizdən də sayını istəyir. 1, 2, 3. 3 dənədir. 3 nəfərin adı, 3 nəfərdə informatikası 85, riyaziyyatı isə 90'dan böyükdür. Cavab olur B variantı. 3. B yox, C variantı. Verilənlər bazasının cədvəlində adları, Ayan, Arzu, alim və alim olan əməkdaşları müəyyən etmək tələb olunarsa, cədvələ tətbiq olunan sorğu necə olmalıdır? Aha. Sual işarəsi müəllimlər bir simvolu göstərirdi. Ulduz işarəsi isə istənilən sayda, hətta olmaya da bilərdi. Burada cavab olur A variantı. Çünki A ilə başlayıb hamısı və 4 simvolludur. Bunu belə yazardı. Ya A ulduzla yaza bilər, ya da A 3 dənə sual işarəsi qoya bilər. Çünki hamısı 4 simvollu sözdür. Biri A'ya düşsün, üçü də ulduza. Məsələn, B variantında niyə düz gəlmir? Çünki burada deyir A ilə başlasın. Ulduz sualın yerində yalnız bir simvol ola bilər. O zaman 2 hərfli sözləri tapır. Axı bu 4 hərflidir, düz gəlmir. Burada A sonda gəlib, ulduz əvvəldə. Deməli, sonu A ilə bitən A olanlar istəyir. Burada müəllimlər, baxın, A, ulduz, ulduz. Cəmi 3 simvol var. 3'ü uyğun gəlir, 4'üne uyğun gəlmir. Burada da A'dan sonra deyir nəsə gəlsin. Axı böyük A'dan sonra bir dənə simvol gəlmir. Böyük A'dan sonra hərəsinə 3 simvol gəlir. Ya A ulduz olmalı, ya da A'dan sonra 3 dənə sual olmalıdır. Çünki burada A'dan sonra 3 dənə hərf var hər birində. Hamısında 3 dənədir. Cavab olur A variantı. 40'da defa et sual proqramın nəticəsini müəyyən edin. Edək. Bir dəqiqə digər tərəfə atım. Dövr var. Deməli, biz burada müəllimlər sadə bir yolu görək alınırmı? Deflər eyni sıradan başlayır. S bərabər belə bir siyahı verilir. Foreign range 0'dan len isə. Len isə də 1, 2, 3, 4, 5, 6. 6 dənə ədəd var. Bu 6'dır. İ'nin 0 qiyməti ilə daxil olur. Deyir, S-də i'ninci element. Yəni, S-də 0-cı element. Biz bunu tapmalıyıq. S-də 0-cı element bərabər, S0 bərabərdir. Yox, if yoxdur. S0 bərabərdir. Nəyə?
Görək yuxarı nə iş görür? DZ, DZ, SI, yəni S0. Bəs S0 neçədir? S-də 0-cı element 12140. DZ olan bu yuxarıda defdir. Deməli, bu gəlir bura müraciət edir. Yəni, gətirib yuxarıda yazmalıyıq olduğu kimi. DZ 12040. A-nın yerində 12040 dayanır. A bərabər sətrə çevir, sonra siyahıya çevir. Yəni, bunu siyahıya salır. 1, sətrə salanda sonra təkrar bir siyahıya çevirir. 0, bayaq yazdım bu tipdə sual. 4, bir də 0. T bərabərdir. Saysın. Nəyi saysın? Demək, bir dəqiqə. A-da sıfırları sayır. A-da sıfırların sayı 1, 2 dənədir. T-nin qiyməti olur 2. Və soruşur ki, 2 böyükdür 0-dan. Bəli, böyükdür 0-dan. O zaman A bərabər remove 0-ı sil. Aha, deməli bu hissən bizə nə deyir? Soruşur ki, orada 0 varmı? T-də sıfırları saydıq. Sayanda sıfırdan böyükdürmü? Yəni 1, 2, 3 və s. Demək orada sıfır varmı? Əgər yoxdursa, sərbəstə düşər, elə həmin ədədin özünü qaytarır. Yəni bunu tam tipə çevirərdə 1240-ı qaytarır. Yox, əgər sıfır varsa, bir dənə ilk rast gəldiyi remove sıfırı silir. A-dan ilk rast gəldiyi sıfır budur. Bunu silir. Daha sonra həmin o return qaytarır həmin o qiyməti. Yəni yerdə qalan nədir? 1, 2, 4, 0. Join onu çevirir, olur 1240 dırnaqda. Int də dırnağa atır tam tip. Yəni bura qaytarır 1240-ı. Deməli, proqramın gördüyü iş nədir? Əgər siyahıda 0 varsa, ilk gələn 0-ı sil, ilk gələn 12040-da ilk gələn 0 budur. Bu 0-ı silir, yerdə qalır 1240. Yəni, bunun cavabı oldu 1240. Yox, əgər 0 yoxdursa, yəni ifə yox desək, o zaman keçir elə həmin ədədin özünü qaytarır. Deməli, burada müəllimlər, həmin qaytardığı qiyməti də S0-a mənimsədir. Bayaq burada yazdım. S-də 0-cı element nədir bu? Deməli, 12040-ı silir də yerinə 1240 salır. Sonra 10-dur. Təkrar dövrə qayıdır. 0-ı say deyəndə bir dənə 0 var. 0-dan böyükdürmü? Hə. Yəni 1-dir. 1 də 0-dan böyükdür, düzdür. Həmin 0-ı sil. İlk rast gəldiyi 0 budur. Onu silir, 1-i qaytarır. Belə A variantı oxşuyur deyəsən. Burada da ilk rast gəldiyi 0-ı siləndə 607 qalır. İlk rast gəldiyi 0-ı siləndə 23 qalır. Yenə ilk rast gəldiyi 0-ı siləndə 1, 0, yəni 10 qalır. İlk rast gəldiyi 0-ı siləndə 220 qalır. Elə cavab A variantıdır. Proqramın gördüyü iş nədir? Əgər ədəddə 0 varsa, ilk rast gəldiyi 0-ı silib, siləndən sonra alınan ədəd nədirsə, həmin ədədi geri qaytarıb S-də yerinə yazır. Doğru mülahizələri seçin. Home and xidməti klavişlərdir. Xeyr, müəllimlər, home-dur, and-dir, page up-dır, bir də page down-dur. Və N. Və 4 dənə də ox aşağı, yuxarı, sola, sağa. Bunlar kursoru idarə edən düymələrdir. Cəmi 8 düymədir. Doğru fikir istəyir bir səhvdir. F1-dən F12-yə qədər bəli, funksional klavişlərdə elə F-lə başlayır, düzdür. Funksional da düzdür. Backspace kursordan sağda olan simvolları silmək üçün də səhvdir. Solda olanları silir. Sağı silən deletedir. 3 səhvdir. Page down və page up kursoru idarə edəndir. Bəli, az əvvəl dedim home in, page up, page down və 4 dənə də oxlar kursoru idarə edən klavişlərdir. Delete sağda olan simvolları silmək üçün düzdür. Backspace solu silir, delete isə sağı silir. Cavab olur 2, 4, 5. Yəni əzbər bilməz, backspace hansı tərəfi silir, delete hansı tərəfi silir. Burada bir dəqiqə. Alqoritmin icrası nəticəsində y dəyişənin son qiymətini tapın. X 13, y bərabər 42. Python-dakı kimi sol tərəf olduğu kimi qalır. Qiymət sağ tərəfə yazılır. X-in qiyməti 13-dür. X bərabərdir. Y-i 2-yə bölək. Y 42-dir. 42-yi 2-yə böləndə alınır
21. X yeni qiymət aldı, köhnə silinir və Y bərabərdir C, yəni 13 çıxılsın Y. Y də 42-dir, çıxılsın 42 və üstəgəl X, yəni 21. Bu da alınır 13, elə 42 ilə 21-i çıxanda mənfi 21 qalır, eləyir mənfi 8. Bu da D variantı. Sadəcə yerinə yazıb köhnə qiyməti də silməyi yaddan çıxarmırıq. Ə, Yeni qiymətləri yerinə yazmaqla nəticəni alırıq. Baxın, hər sınaqda bu sualdan bir dənə mütləq salıram. Çünki bir sual düşür elektron cədvəldə diaqramlardan. B1 xanasına hansı müsbət tam ədəd yazılmalıdır? B1-ə bir dənə x deyil. Bu diapazonda, diaqramda A2, C2 diapazonuna uyğun qurulub. Onda A2-dən C2-yə hesablayaq. C1-dən, yəni 6-dan çıxaq A1-i, yəni 3-ü. Çıxanda qalır 3. Sonra keçib B2-ni hesablayırıq. B1 çıx A1. B1 x daxil. X minus A1, yəni 3 və alınan cavabı da bölsün 2-yə. Və C2 bərabərdir. A1-in üzərinə A1 3-dür. 3 plus B1. Yox, B2. B2 də bu qiymətdir. Yəni x minus 3 bölünsün 2 və çıxılsın 1. Diaqramda müəllimlər görürük ki, iki hissə bir-birinə bərabərdir. 43, 43. O birisi digəri isə 14-dür. Deməli, bunlardan hansısa ikisi bir-birinə bərabər olmalıdır. Burada konkret 3 almışıq. Deməli, konkret 3 alınıb. Burada müəllimlər iki ifadəyə baxsaq, baxın, bu yazını sadələşdirək. 3-dən 1 çıxanda 2 qalır. 2 üstəgəl bu. 2 üstəgəl x minus 3 bölünsün 2. Və burada mənə bu ifadədə, yəni x minus 3 bölü 2-nin üstə 2 gəlir. Burada isə 2 gəlmir. Deməli, bundan 2 vahid çoxdur. Yəni, bu böyükdür. Məsələn, biz iki hissəni bir-birinə bərabər etməliyik axı. Bunu buna, yəni B2-ni C2-yə bərabər edə bilmərik. Çünki bunun ondan kifayət olduğu ilə baxanda görsənir. Hansısa bir toplanandır, üzərinə 2 gəlib, burada isə həmin toplanan yazıb. Deməli, biz bu ikisini bir-birinə bərabər edə bilərik. Ya da bu ikisini bərabər edə biləriz, fərqi yoxdur. Yoxlayaq görək hansı ödəyir. 3 bərabərdir, 2 üstəgəl x minus 3 bölünsün 2. 3-dən 2 çıxanda 1 qalır. Yəni, x minus 3 bölünsün 2 bərabərdir 1-ə, yerlərini dəyişirəm. Bəs hansı dediymiş 2-yə böləndə 1 edib, 1-i 2-yə vuranda 2. X də bərabərdir 2 üstə 3 gəlirik 5. Deməli, bizdən soruşurdu, x-ə tam müsbət ədəd alınıb. Deməli, cavabı 5 imiş. Yerinə yazıb yoxlaya da bilərsiniz. Əgər bura qədər gəlibsizsə, əla. Sonrasını hesablamasanız da olar. Variantlarla da yoxlaya bilərsiniz. İmtahanda bizdə qapalı sual düşür. Variantla yoxlayıb nəticə ala bilərik. Amma yaxşı olar ki, əlini bilib daha tez tapasınız. Çünki 5 variantı yoxlamaq vaxt tapar. Məsələn, 5 aldıq. Bunun cavabı 3-dür. Bura 5 yazsaq, 5-dən 3 çıxanda 2, 2-dən 2 böləndə 1 oldu 1. Və bura 5 yazsaq, 5-dən 3 çıxanda 2, 2-ni 2-yə böləndə 1, 1-in üstə də 2 gələndə 3. Baxın, 2 isə bir-birinə bərabərdir. Necə ki, burada 43, 43-ə bərabərdir. Və digəri də ondan ən az 3 dəfə. 14-ü çeviranda 42 eləyir. Yəni, 43-ə yaxın bir ədəddir. Deyil, az qala 43-ə çatır. Bu da ona yaxın bir ədəd, nisbət baxımından da bir-birinə uyğun gəlir. Cavab olur 5. Daha sonra müəllimlər 44-cü sualda hesablayın, özdə kilobaytla hesablamalıyıq. O zaman çevirək kilobayta. 4 megabaytı kilobayta çevirəndə 4096 kilobayt. Bu 25 baytdır. Bu qalsın. 25 baytı ayrıca hesablayaq. 512 kilobayt. 512 kilobayt. Və 25 bayt buradadır. 35 bayt buradadır. Toplayanda eləyir 50 bayt. Daha sonra bayt və 480 bit. Bitdən də bayta keçəndə 8-ə bölürük. Yəni çıxırıq 60 biti. Düzmü yazdım? Bir dəqiqə. Hardasa 4.
Evet, düzdür. 4 kilobayta çevirdim 4096, 512, 25 ilə, hə 25 ilə 35 toplayanda 60 edir. Deyirəm, axı hesablama düz get. 60 bayt və bunu da 8-ə böləndə olur 60 bayt. 60 baytlar çıxılır, silah oldu. Qalır 4096 üstəcək 512. O da 8, 0, 6, 4. 4608 kilobayta bərabərdir. Eyni ölçü vadələrini bir hesablayırıq. İnformasiya xassələrinə aid baxın ikinci sual artıq. Alqoritmin xassəsi də düşmüşdü. Bayaq da xassəsin növlərini təyin etmək lazım idi. İnformasiya xassələri ümumiyyətlə bir aktuallıqda cari zamana uyğun olan informasiya aktual informasiyadır. Hər kəs tərəfindən qəbul edilən və doğru olan informasiya obyektivlikdir. Ayrı-ayrı mənbələrdən alınan informasiya üst-üstə düşürsə etibarlıqdır. Kütləvilik alqoritmin xassəsidir, qatmayaq. Müəyyənlik də alqoritmin xassəsidir. Diskretlik də alqoritmin xassəsidir. Olur 1, 3, 4. Bu da hansıdır? Y variantında 1, 3, 4. Axtarış sistemi tətbiq edilən zaman sorğu nəticəsinə tapılan veb səhifələrin sayını tapın. Keçən gün müəllimlər elə sınaqda şəbəkəyə aid bir sual salmışdım. Bu tip sual var idi. Orada izah etdim ki, əgər and varsa, andlər hər üçünün ortaq olduğunu göstərir. Yəni kəsişməni alır. Deməli, ən kiçiyi deməli budur. Yəni, ən kiçiyi bərabərdir hər üçünün kəsişməsinə. Deməli, ən kiçik 3-dür. 3-dən böyükdür. Deməli, yenə kəsişmə və or var. Burada kəsişmədə əlbəttə ki, aşağı qiymət alınır. Bir var 2 nəfərin ortaq yönləri, bir də var 2 nəfərin ayrı-ayrı yönlərini birləşdirir, xassiyyətlərini birləşdirir. Deməli, ənddə cavab hər zaman aşağı olur, orlarda isə daha böyük olur. Deməli, 2-dir, orada ən böyüdür, yəni 3-ü də birləşir, olur 1, 2, 3 ardıcılığı. Sonra 47-ci sualda girişə belə bir qiymət verilib. Input sətr tipində daxil edir dırnaqda. Int onu çevirir tam tipə, dırnaqlar atılır. ABS də modulator müsbət qiymət olur. Deməli, olur 1230, yox, bir dəqiqə, 123, 4281, belə modulda yazılır tam qiymətdə. Müsbət qiymətdə. Fourieri 0-dan 5-ə, yəni i qiymət alır 0, 1, 2, 3 və 4. İ'nin 0 qiyməti ilə daxil olur. Deyir, ədədi 10-a böl. Bu ədədi 10-a bölüb tam hissəni götürəndə bu itir qalır 123.428. K bərabər 123.428. Təkrar dövrə qayıdır. İ'nin bir qiyməti ilə yenə deyir ədəd 10-a böl. Ədədi 10-a böləndə bu 8 itir, 12342 olur. Təkrar dövrə qayıdır, 2 qiyməti ilə bunu silir. Sonra 3 qiymətindən 1 də bölür, 4 qiymətində 1 də bölür. Yəni K-nın ən son qiyməti gəlir 12 alır. 5 dəfə dövr edir, hər dəfədə də 10-a bölüb tamı götürür. Yəni hər dəfə bir ədədi sondan ləğv olunur. Və dövrdən çıxır, K bərabərdir, K-nı 10-a vuraq. Dövr bitəndən sonra sərbəstə baxırıq, forla eyni sırada. K bərabər K-nın qiymətini 10-a vuranda olur 120. Print K-nı, yəni 120-də çap edir. Və müəllimlər, indi burada tam bölməkdir. Ona görə 12 alındı. Yəni 120.0 yox. Tam bölmədirsə elə tam ədəd kimi də 120 çap olunacaq. O da Y variantındadır. Onluq say sistemində verilmiş. Baxın, dediyimdən kənar heç nə yoxdur. Sınaqlarda, dərslərdə hansı tip suallar işləmişiksə, yalnız o tipdə də suallar var. Onluq say sistemində belə bir ifadə verilib. 8-lik say sistemini təsvir etdikdə alınan ədədlərin rəqəmlərinin cəmini tapın. Aha, bir dəqiqə, elə bu sualın davamı görünmür. Burada hə 8 say sistemində cəmini tapın bəli. Bir dəqiqə. Tək-tək çeviririk 8-yə. 16 üstü 10-dur. 16-nı 2 üstü 4 yazırıq və 10 da qalır. Və bu müəllimə 2 üstü 40 deməkdir. 8-liyə çevir deyəndə 2-nin 8 2-nin kubu deməkdir axı. 2-nin kubunu ayırdıq. Bəs 40-ın içində neçə dənə 3 var? 13 dəfə. Amma 13 çevirəndə 39 eləyir axı, 40 eləmir. Deməli, bir dənəsi qalıb. Baxın, indi bu mötərizəni açsaq, 39, üstə də bir canda 40 verir. Deməli, qarşıda 2 ilə başlayır və özündən sonra 13 dənə 0. 3, 6,
9, 10, 11, 12, 13, 0. Daha sonra 32'nin kvadratı. 32 üstü 8. Kvadrat yox. 8'dir. 2 üstü 5, 32 demək. Üstü də 8'i yazırıq. Olur, deməli, Nisanlar 2 üstü 40. Yine eyni yazıya gəlir. Və 2 üstü 40-da da mənlər 2 üstü 3-ü ayırırıq. Yenə 13 düşür. Qarşıya 2 üstü 1 düşür. Yenə 2 atılır. Özündən sonra da 1 də 13 dənə 0. Yəni bu yazdığımızı təkrarlayırıq. 13. Və bir də sonda 14 yazılıb. 14 ədədi də 10-luqdan 8-yə necə keçirik? Bölməklə. 14-ü 8-ə bölündə bir dəfə 8, çıxırıq 6 və 1 qalır. Tərsinə yazanda olur 1, 6. Bu deməli 8-i say sistemində təsvir etdikdə. Hələ təsvir etməmişik. Burada toplama deyil, biz bunu toplayırıq. 8-i say sistemində alırıq 6, 1. Burada bir deməli 11 dənə 0 atılır. İkinci seçkəndə 4. Daha sonra nə istəyir? Alınan ədədin. Alınan cavab budur. Bir cavab. Həmin ədədin rəqəmlərinin cəmini tapın. Bu ədədi təzədən rəqəmlərini cəmləməliyik. Yəni 4, 1, 6. Və bunlar cəmləyəndə deyərsiniz 11 eləyir. Yox. İndeks 8'dir. Biz bunları 8'likdə toplamalıyıq. Yəni 4, 0 toplayanda heç, 1 və üstəgəl 6. Bunların hər biri 8'lik say sistemində verilib. 4'ün üstə 1 gələndə 5, 5'in üstə 6 gələndə 11 verir. Soruşuruq 11'in içərisində neçə dənə 8 var? 1 dənə 8 var. Bəs neçə qalır? 3. 3'ü yazırıq. Bu bir yadda. Həmin o yadda da əvvəl atılır. Cavab olur 13, 8'lik say sistemində B variantı. Ya da müəllim belə toplama çətin gəlirsə, bunu onluqda toplayanda 11 verir. Yəni 4'ü 1'i 6'ını toplayanda 11. Təkrar 11'i 8'ə bölün, 8'likdə alın. Çünki variantlar 8'lik say sistemindədir. Siz 11 yazsanız, onluqda 11 alırsınız, 8'likdə yox. Bir dəfə 8, 8 çıxırıq 3. Tərsinə yazanda baxın yenə 8'lik say sistemində alınacaq 1, 3, B variantı. Maraqlı sual idi. Hansı funksiya icra olunduqdan sonra qiymət qaytarmır? Deməli, qiymət qaytarmayanlar reprisdə müəllimlər qiymət qaytarır. Çünki biz A siyahısına əlavə edirik. A siyahısı tutaq 2-dir, 8-dir, məsələn 10-dur. Gəlib buradakı simvolu replace əvəz edirik, məsələn 5-lə. Deməli, qiymət qaytardı bura. Bu qaytarır. Append qiymət qaytarmır. Appenddə sadəcə sona bir dənə qiymət əlavə edirik. Yəni nəysə dəyişmir. Count sayır. Qiymət qaytarmır. Insert-də qaytarır. Məsələn, yazır A-da insert, A-ya əlavə et, məsələn, birinci yerə 19-u. Gəlin nömrələyir 0, 1, birinci yerə 19-u qaytarmış olur. Bu da düzdür. 2, 4. Upper qaytarmır, sadəcə böyük yazır. Sort da azdan çoxa doğru həmin siyahını sanki yeni bir siyahı almış olur. Qiymət geri qaytarır. Olur 6. Cavab olur 2, 4, 6. Elektron cədvəldə diapazonda xanaların sayını tapın. Xana sayını tapmaq üçün sütunu sətrə vurmalıyıq. Elə ki, bir dənə bərabər bir sütun var. Sətri tapana da böyükdən kiçiyə çıxıb üstə 1 gəlir. Çünki 8-də daxildir 2-də. 8-dən 2 çıxıb üstə 1 gələndə olur 7. Və xananı tapanda sütunu sətrə vururuq. Olur 7, 1-ə A. B-dən D-yə qədər B, C, D. 3 dənə sütun var. Böyükdən kiçiyə çıxıb üzərinə də 1 gəlirik. 2 üstə 1 gələndə 3. 3-ü də 3-ə vuranda 9 dənə də xana var. Cavab olur C. A-dan C-yə qədər A, B, C. 3 dənə sütun var. 8-dən 1 çıxıb üstə 1 gəndə elə 8 verir. 8 də 3-ə vuranda 24 xana deməkdir. Yəni bu sütundur, bu sətirdir. Xana da tapanda sətiri sütuna vururuq. 3-ə də olur Y variantı. 1-ə A, 2-yə C, 3-ə də Y elə A variantında yazılıb. Daha sonra bir dəqiqə. 50 50'ye çatdıq. Bundan sonrası müəllimlər 50 suala gəldik.
51-dən də 60-a qədər metodikadır, kurikulum, onda artıq özünüz baxarsınız. Bu günlük bu qədər müəllimlər. Yenə qeyd edeyim, ayın 1-dən imtahana qədər bir aylıq həftədə 5-6 dəfə olmaqla sınaq qrupu yaradılır. İlk sınaq ayın 1-i bazar günü olacaq. Ətraflı məlumat üçün videonun altına nömrə qeyd edəcəm. E, Həmin nömrəni WhatsApp üzərindən əlaqə saxlayarsınız. E, Sualınız cavablandırılacaq. Bu günlük bu qədər. Sağ olun.